Ağdam rayon Güllücə Sovetliyinin sakini Səfərov Arzu Səfəroğlu cənab prezidentdən kömək istəyir. O bildirir ki, övladımın reabilitasiyası üçün ailəsinə möhlət verilməsini istəyir. Media TV Azmedia qrupu Səfərovu təqdim edir. Qarşı tərəfi dinləməyə hazırıq. Mən Səfərov Arzu Səfəroğlu, Ağdam rayon Güllücə Sovetliyi Suma kəndi. 36 yaşım var. Hal-hazırda Mingəçevir şəhər turist bazasında məcburi köçkün kimi məskunlaşmışam. 1993-cü ildə məlum səbəblərdən Ağdam rayonundan Güllücə Sovetliyi Suma kəndinə məcburi köçkün düşmüşük və uşaqlığımız, gəncliyimiz, həyatımız burada çətin dövrlərdə keçibdi. 33 ildir çox çətin, əzab-əziyyətli dövrlər keçmişik bu qaçqınçılıq dövründə. Allah ulu öndərimizə rəhmət eləsin. Onun dövründə biz həqiqətən onun qayğısını görmüşük. Ali başkomandanımıza Allah can sağlığı versin. Onun hər zaman siyasətinin yanındayıq, davamçıyıq. Dövlətimizin yanındayıq. Burada müraciətim ölkə başçısı cənab İlham Əliyevədir. Bildirmək istəyirəm ki, mənim öhdəliyimdə ikinci qrup ömürlük əlil övladım var. Autizm Kandil sindromudur. Mənim övladımın reabilitasiyası dövlət tərəfindən Mingəçevir şəhərində Uşaq və Ailə Dəstək Mərkəzində təmənnasız olaraq yerinə yetirilir. Övladımın dərman təminatı, təhsil təminatı dövlətimiz tərəfindən təmin olunur. Mənim müraciətim bundan ibarətdir ki, bizi Mingəçevir şəhər turist bazasından köçürürlər. Mən xahiş edirəm ölkə başçımızdan bu məsələlə bağlı öz diqqətində saxlasın. Mənim övladımın təhsildən yayınmamasına diqqət yetirilsin. Bildirmək istəyirəm ki, övladım Səfər Xandan Arzu qızı autizm Kandil sindromudur. O 6 yaşındadır. Bilənlər bilir ki, autizm xəstəliyi, çətin bir xəstəlikdir. Bununla başa gəlmək, bunu həyata qaytarmaq, reabilitasiya etmək ağır bir prosesdir. Bununla bağlı xahiş edirəm ki, mənim övladım təhsildən yayınmasın. Köç zamanı heç olmasa məni, ailəmi Mingəçevir şəhərində yaşayış üçün təmin edəsiniz. Çünki övladımın təhsildən yayınmasına şərait yaradılmasın. Övladım 3 yaşından Mingəçevir şəhər Uşaq və Ailə Dəstək Mərkəzində loqoped, psixoloq, difetoloq, pedaqoq təlimləri ilə övladım təmin edilibdir. Xahiş edirəm bu təhsilin, reabilitasiyanın kəsilməməsi üçün mənə köməklik edəsiniz. Bizi və burada mənim ailəmi Xocalı şəhərinə köçürürlər. Ancaq orada bu uşağın təlim təhsili üçün, reabilitasiyası üçün heç bir mərkəz olmadığından mənim övladım təhsildən yayınacaqdır. Bizi Xocalıya yeni salınmış qəsəbələrə köçürürlər. Orada da bildirmək istəyirəm ki, bu tip reabilitasiya mərkəzləri yoxdur. Orada reabilitasiya mərkəzi olmadığı üçün xahiş edirəm ki, övladıma görə müvəqqəti olaraq orada reabilitasiya mərkəzləri açılana qədər Mingəçevir şəhərində qalmamız üçün yaşayışın təmin edilməsinə köməklik edəsiniz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhidlərimizin qarşısında baş əyirəm. Onların sayəsində, dövlət başçımızın sayəsində bizim torpaqlarımız düşməndən azad edilmişdir. Və biz bu sevincimizin həddi yoxdur ki, biz Qarabağa qayıdırıq. Və hər an bu qayıdışla bağlı köçməyə hazırıq. Sadəcə olaraq mənim övladımın reabilitasiyasında yaranacaq çətinliklə bağlı mənim böyük bir narahatçılığım var.